Deyir ki, insan hər zaman öz ruhunu, öz qəlbində olan hisslərini bölüşəcək bir şəxs axtarır həyatında. Məsələn, sıxıcı gecəsində maraqlı idi. Xəyal qura biləcəyi, içdən onunla hər şey yaşaya biləcəyi. Niyə də əksər insanların, belə deyək də, bir məsələ var deyə ucu barışmır. Xəyal quramırlar. Gözü uzaqlara dala bilmir. Onunla eyni evdə, eyni dəniz sahilində, eyni qar dənəcikləri altında bir xəyal quramırlar. Çünki insan xəyal qurduğu anda onu sevdiyini anlayır. Həyatınızda əgər elə biri varsa, 1-0 gələcəksiniz. Yoxdursa, 1-0 gələcəksiniz. Onu görə siz o duyğularınızı heç zaman gizlətməyin.